Sözünüz varsa çəkəsiniz deyil. Ya sözüm budur ki, öyrədirəm də, bu boyda tələbəm var, öyrənirlər. Görüm aparmayacağım. Aysa, neçə eləmişsən? Mən 42 ildir bu işin dalındayım. Allah canınızı sağ eləsin. Amin abi, sən də. Bütün subaylara belə gün qismət olsun. Sağ olun, sağ olun. Və buraya da götürdüm yani. Hala gəlsə gedir. Mənə o qədər... Katlet şəhərə gəlib oldu tava kebab. Bizdə buna katlet də deyirlər, tava kebab da. Yağına yaxşı batırırsın. Biraz da yumurtasından. Biraz acı da səpsən var üstüne. Nyah. Orada açılsa sühülüyle. Oldu. Sağ ol işte. Selamünaleyküm. Buna bizdə midik deyirlər avardinlə. Amma belə qoz halvası kimi də tanınır. Bunun üçün olur bəkməzlə qovrulan ləpəni peşin üstünə düzəldirlər, biraz qarışdırırlar. Ondan sonra bu hazır olur. Çayla yiyirsən. Buna deyirlər, gəx də deyirlər, qoluq da deyirlər. Gəx avardadır, qoluq Azərbaycandır. Bunun içində dəyirmandan çıxarılan buğda, arpa, nə gəlir, hamısı unu var bunun içində. Bəkməz olur, ləpə olur. Qol sonunda ləpəsində yine hamısı. Bəziləri hətta balqabaq tumu da qatırlar. Raketdə bir dənə. Xoşuna gəlir bana. Anlar ən xoş nə şeydir? Ooo. Dimine. Avar dilindən buna cala deyirlər. Cala əslində dilim deməkdir. Prosta belə bərkən çörək olanda yumurta ilə düzəldirlər. Adi bir standart bir şeydir. Yumurtanın içində çörək fırıyıb qızardır. Bunu əsasən bayatlamış çörəkdən istifadə etmək üçün bişirirlər. Amma dadlı olur. Əsl tənbəl adam işidir. Tez bazar hazır olur yeyirsən. Naski peraşkiləri görmüşdünüz heç. Görməmişsinizsə görmək istəyirsinizsə əgər Zaqatala rayonunda həftədə bir dəfə açıq olan Alevat bazarına gedə bilərsiniz. Orada bu xalanı tapın yeməndə. Bunlar əravat ikisi birlikdə bişirirlər. Çox ləzzətli olur. Hardasa bir yarım metr ölçüsü var bu peraşkinin. Yanında acika da verir. Sarımsaqlı acika da var idi orada. Ve normal da var. Yəni bu bazara gedən hər kəs mütləq yeyir. Belə bir adət kimi bir şeydir. Həftədə bir dəfə açıq olur. Qiymətli 30 qəpikdir. Başqa yerdə bunu bəlkə 1 manata satarlar bu peraşkini. Nuş olsun. Seçib ən gözəl qazı götürürsünüz, qəşəng hissələrə bölürsünüz, xırda-xırda doğrayırsınız. Bunu birinci yağ soğanla bir balaca qızardırsınız, rəngi biraz solan kimi, sizdən inciyən kimi saxlayırsınız, qoyursunuz kənara. Üstünə belə tomatlı sosu, belə ədviyyatları ürəyiniz istəyən qədər düzəvlə görə əlavə edirsiniz. Ətin üstünə çıxası qədər su doldurub qoyursunuz bunu qaynamağa. Su azalıb, belə çörək batırası qədər qalanda götürüb nuş edirsiniz. Nuş olsun hamımıza. Türklərin yerə göyə sığdırmadığı kokorejin dadına baxdım bu dəfə. Nə qədər çətin olsa bu qərarı verməli oldum. Deməli belə deyim, içində hər cür ədviyyat var idi. Bu bağırsağın zadı nəysə başqa bir şeyin dadı gəlmir. Prosta bu ədviyyatdır deyəsən mən bəyənməli. Şırdandakı ilə eyni dadı gəldi. Bu kimyon deyirlər səhv eləmirəmsə. Nəsə onun dadı çox vurdu mənə, bəyənmədim. Yenə qayıtdıq dədə-baba qaydası ilə oturub toyuq yedik orada. 48 dənə qanat. Ondan sonra qarnımız doydu. Kokoreci bir də yeyərsənmi? Yox, yemərəm. Siz yiyibsiniz bilmirəm, amma baxanda da məsləhət sizindir. İstənilən yeməklə ahənglə rəqs edən bir salatın reseptini verirəm sizə. Pomidorları qəşəng doğrayırsınız, hər iki tərəfini qəşəng qızardırsınız. Qızartdıqdan sonra qabığını mütləq soyub
Blenderdan keçirə bilərsiniz, belə əzələ bilərsiniz. Bir də sarımsağı fərqəyə büküb qazda biraz bişirdikdən sonra qəşəng xırdalayırsınız, əzirsiniz, əlavə edirsiniz üstünə. Göyərtini və xırda doğranmış soğanı əlavə edirsiniz, üzərinə bir ədəd limonu sıxırsınız, ədviyyatları əlavə edirsiniz, qarışdırırsınız. Seyv elə lazım olar. Rizide bile avacımda rizi bile. Bu böyük açlık kanadada suyu. Mimi derdi dermanı. Ve istiyorsa vursan. Ha bak yola bunu yiyen yüzü yaşıyor. Rubin'deki fonlu vurdu. Al bak vur. Ata baba kaydasın lan değil mi? Kaşıksız. Burada yok derdi ya. Səhərsə oturmuş sacın qırağında. Rayına gəlib nə yesək yaxşıdır? Maxara. Biraz acıq eləmək kimi olur ama eybi yox. Bir şeyini yiyin. Değil mi? Sen de geldin bakalım. Mütləq. Hadi bir tane bana ver. Hadi. Yuvarlı çöreği. 4-8 dolar. 4 manatadır. Geç xarab olubdur. Yani bu kətdə pişirlər. Bəxtiyarı yoxdur rayında. Muğamlı kəndində. 4 nəfərli ailə bir ay yerdilər bunu. Siz. Bak nömrəsi var. Çək ona. Sipariş edə bilərlər. Yəqin əvvəllər bir çoxunuz bunu görməmişsiniz. Bu qoz fındıq mürəbbəsidir. Bunun hazırlanmasında qozdur, fındıqdır bildiyiniz kimi və əlavə olaraq biraz gülabdan da istifadə edilir. Bunu Zaqatalda hazırlamırlar. Çox qəribədir ki, mən bunu İsmailullah Hıca gedəndə oradan almışdım. Adı belə çox da bir fantastik deyil. O gülabın dadı mənim xoşuma gəlirdi. Bəyənmişdim bunu. Hoş olsun. Sen ay kız, gül çiçek sen ay kız, bir tane sen ay kız, bir tane sen ay kız.